İnşa müsabiqəsi, uşaq hekayəsi. Sərdar, Vüsal və Cavanşir meşəyə yemlik yığmağa getmişdilər. Amma talada o qədər yeməli göyərti var idi ki, bilmirdilər hansından yığsınlar. Quzu qulağı, quş əbbəyi, qaz ayağı, unluca, cincilim, qırxbuğum. Uşaqlar göyərti yığa-yığa söhbət eləyirdilər. Sərdar deyirdi: "Göyərtilərin bu qədər bol olmasının səbəbi bilirsiniz nədir?" Vüsal o saat dilləndi: "Yağış. Nənəm deyir ki, bu il yağış çox olub. Çöllərdə nə qədər desəz, göyərti tapacaqsınız." Sərdar əvvəl üfüqə baxdı. Sonra xoş bir təbəssümlə dostlarını süzüb müdrik bir görkəm aldı. "Haqlısan. Amma bundan da vacib səbəblər var." Vüsalla Cavanşir səbirsizliklə çəmənlikdə göyərtinin bu qədər bol olmasına o vacib səbəbin nə olduğunu eşitmək üçün dostlarının üzünə baxdılar. Sərdar xüsusi bir ahənglə dedi: Bir şeyi hamımız bilməliyik ki, hər şeyin əsası dostluqdur. Bu bitkilər dost olduqları üçün bir çəmənliyə toplaşıblar." Cavanşir deyəsən bu fikirlə razılaşmadığı üçün öskürdü. Vüsal da nəsə demək istədi, amma Sərdar onları danışmağa qoymadı. "Bax, sizdən soruşuram. Biz meşəyə niyə məhz üçümüz gəlmişik? Çünki dostuq. Dostluq çox böyük qüvvədir. O ətrafına eyni düşüncəli insanları yığır. Bax, mən sizə dost demişəm, demək ən çətin vaxtlarınızda sizin yanınızda olmalıyam. Siz də məni tək qoymamalısınız, elə deyil?" Həmin gün Sərdar dostluq haqqında çox danışdı. Uşaqlara imkan vermədi ki, onlar da bir söz desin. Günəş isə yavaş-yavaş meşənin arxasına əyilirdi. Uşaqlar tələm-tələsik torbalarını arxalarına aşırıb evə tələsdilər. Sərdarla Vüsal qabağa düşdü. Cavanşir isə onların ardınca gəlirdi. Cavanşirin bir ayağı anadan gəlmə şikəst idi. Buna görə də axsıyır və uşaqlara çata bilmirdi. Xeyli gedəndən sonra Cavanşir görünməz oldu. Vüsal dedi: "Qoy Cavanşiri də gözləyək, lap gözdən itib." Sərdar dedi: "Mən tələsirəm, evə tez çatmalıyam. Sabah əsl dostluq haqqında inşa yazmalıyıq. Atam da səhər tezdən dənizə işə gedəcək. Ona görə tez yatacaq. Gərək mən yatmamış ona çatım. Mənim sabahki inşama kömək eləməlidir atam. Bilirsən, mən dostluğun nə demək olduğunu əla bilirəm. Amma istəyirəm ki, ora böyük adamların, müdrik ağsaqqalların sözlərindən də əlavə eləyim. Məndən inciməyin də, dostlar. İnşa müsabiqəsində hökmən birinci yeri mən tutmalıyam." Sabah yazacaqları inşa Vüsalın da yadına düşdü. "Hə, onda tələsək, mən də hazırlaşmalıyam." Elə bu an axmaq bir hadisə baş verdi. Vüsalın ayağı sürüşdü və yıxıldı. Ayağından bir şaqqıltı səsi gəldi və elə yıxıldığı yerdəcə qaldı. Sərdar nə qədər çalışdısa, onu qaldıra bilmədi. "İşə düşdük, biz neyniyək?" "Vüsal, sən biraz otur dincəl, Cavanşir yetişənə kimi yəqin sağalarsan da, mən də qaçım atam yatmamış çatım ona." "Yaxşı, yəqin mən də birazdan gələrəm, oy." Sərdar sürətlə dostundan uzaqlaşdı. Cavanşir gəlib çatana qədər Vüsal da sabahki mövzu haqqında götür-qoy elədi. O mövzunun adını eşidən kimi ürəyindən bəzi sözlər keçmişdi. İstəyirdi ki, inşasında Sərdarla dostluğundan yazsın. Axı axşama kimi bir-birinə dost deyirdilər. Həmin fikirləri yenidən beynindən keçirir. Mövzuya hardan başlayacağını müəyyənləşdirə bilmirdi. Elə bu anda Cavanşir yetişdi. "Gedək?" deyə Cavanşir soruşdu. Vüsal durmaq istəyəndə ayağında dəhşətli bir ağrı hiss elədi. "Oy!" deyib ufuldadı. "Nə oldu?" deyə Cavanşir onun qolundan yapışdı. "Bilmirəm. Deyəsən ayağım sınıb." "Nə danışırsan? Nə sınmaq?" Cavanşir onun şalvarının balağını qaldırıb baxdı. Budundan axan qan ayağını bürümüşdü. "Tərpənmə!" deyə Cavanşir dilləndi. Tez üst köynəyini soyundu. "Neyniyirsən?" deyə Vüsal soruşdu. "Çinmək istəyirsən?" "Hə, elə bir şeydir." deyə Cavanşir təmkinini pozmadan gülümsündü. O köynəyini cırıb sarğı düzəltdi.
uzan, deyə Vüsala əmr elədi. Vüsal məsələnin ciddiliyini indi başa düşdü. Cavanşirin dediklərinə əməl elədi. Cavanşir dedi, axşam düşməsəydi, biraz da dincələrdik, amma getməliyik, qaranlıq düşsə yerimək çətin olar. Vüsal durmaq istədi, ağrı yenidən başladı. Axı, mən dura bilmirəm, oy! Eybi yoxdur, mən səni birtəhər qaldıraram, çiyin-çiyinə söykənib, gedərik. Vüsal Cavanşirə baxıb sustu. Cavanşir dedi, bilirəm, şikəst olduğumu nəzərdə tutursan. Hə, mənim sağ ayağım şikəstdir, amma sol ayağım sağlamdır axı. Sənin də sağ ayağın sağlamdır. Müxtəlif tərəflərdə olan sağlam ayaqlar ikimizə də bəsdir. Yavaş-yavaş gedərik. Onlar bir-birinə söykənib ayağa qalxdılar. Cavanşir sağ qolu ilə Vüsalın sol qoluna girdi. Sol ayağını yerə möhkəm basıb Vüsalı ayaq üstə saxlaya bildi. Demək olar ki, Vüsalın yaralı ayağına ağırlıq düşmürdü. Cavanşirin sol ayağı Vüsalın sol ayağına əvəz etmişdi. Cavanşir bütün gücünü toplayıb şikəst ayağını qabağa atdı. Vüsal hiss elədi ki, bu saat ikisi də yıxıla bilər. Çünki şikəst ayağın gücü iki bədəni qabağa aparmağa yetmirdi. Əzilən ayağının ağrısına fikir vermədi və bütün gücünü toplayıb yeriməyə başladı. Cavanşir dedi, biz gedə bilirik, ikimiz bir yerdə çox güclüyük, deyə qışqırdı. Onlar beləcə gəlib kəndə çatdılar. Anası Vüsalın yarasına dərman sürtüb sarıdı. Cavanşirin anası oğlunun hərəkətini çox bəyəndi, hətta sevincindən ağladı da. Bir neçə gündən sonra müsabiqə başladı. Uşaqların çoxu ora yazı göndərmişdi. İnşalar bir-bir oxunur və müzakirə olunurdu. Lap axıra yaxın Sərdarın inşasına növbə çatdı. O icazə almışdı ki, inşanı özü təqdim eləsin. Münsiflər də onun xahişini nəzərə almışdılar. Növbəsi çatanda Sərdar yazı taxtasına ağ bir pərdə yapışdırıb kompüteri işə saldı. Ekranda bir-birini qovan müxtəlif rəngli hərflər göründü. Onlar əvvəlcə göy qurşağını xatırlatdı. Sonra yavaş-yavaş hər hərf öz yerini tutdu. Ekranda rəngbərəng hərflərlə yazılmış "Əsil dost necə olar?" sözləri oxundu. Sonra inşanın mətni ekrana verildi. Onun yazısında xalq ədəbiyyatında dostluq haqqında deyilən müdrik kəlamlar bir-birinin ardınca düzülmüşdü. Cümlələrin sonunda bayram şamlarını xatırladan nida işarələri qoyulmuşdu. İnşanın bir yerində deyilirdi, dostluq əməllə təsdiq olunanda gözəl olur. Bu yer oxunanda Sərdar büzüşmüşdü. Gizlincə Cavanşirə baxır və az qala partanın altına girirdi. Vüsal inşa yazmamışdı. Meşədən qayıdanda başlarına gələn əhvalatı təsvir eləmişdi. Cavanşirin şücaəti haqqında da xüsusi bir söz deməmişdi. Cümlələrinin sonunda nida işarələri də yox idi. Amma hamı bu şikəst oğlanın əsil dosta xas olan hərəkətini alqışladı və bu balaca hekayə birinci yeri tutdu. Bax belə dostlar, siz də çalışın, əsil dost olun. Sözdə yox, əməldə. Hekayənin sonu. Hekayənin müəllifi Zahid Xəlil. Hekayəni oxudu Kamal Yaşar.